Silindirin səthinin sahəsi. Bilirik, silindir oturacaqları bir-birinə paralel olan kongruent dairələrdir. Yəni oturacaqlarındakı fiqurlar dairələrdir. Yan səthi isə, baxın, silindiri açdıqda belə bir düzbucaqlı formalı olur yan səthi. Bu yan səthdə, bax, bu hissəmiz, bu açdığımız bu hissə olur. Həmin bu dairənin çevrəsinin uzunluğu olur. Ona görə bu C bərabərdir 2pi r-dir. Bu digər hissə isə bu silindirin hündürlüyü olur. H hərfi ilə işarə edirik. Onda biz bu düzbucaqlığın sahəsini tapanda enini uzunluğuna vururuq. Yəni 2pi r vurulsun h olur. Ona görə yan səthin sahəsi 2pi r-h. Və bilirik ki, onda silindirin tam səthi bərabər olur. 2 dənə S oturacağı, üzərinə gəl S yan. Oturacağı dairədir. Dairənin sahəsi pi r kvadratı. Ona görə olur 2pi r kvadratı. Yan səthi də tapdıq ki, 2pi r-h. Bu oldu silindirin tam səthinin sahə düsturu. Yan səthi S yan bərabərdir 2pi r-h-dır. Tam səthi isə 2 dənə oturacaq və üzərinə gəl yan səth. Və açılışını da yazırıq ki, sonra verilənlərdən istifadə edərək tam səthini tapa bilək. İndi baxaq çalışmalara. Silindirin açı tam səthinin sahəsini tapın deyir. Birinci şəkildə, deməli, əvvəlcə verilənləri qeyd edək. Silindirin hündürlüyü 10, radiusu 5, bizdən tam səth istəyir. S tam, pi-ni də təqribi 3 götürək. Pi də təqribi bərabərdir 3-ə. Onda S tam bərabərdir 2S oturacaq, üzərinə gəl S yan. Əvvəlcə oturacağı tapaq. Oturacağımız pi r kvadratıdır. Yəni 3 vurulsun 5-in kvadratı. Bu etdi 75. Yan səthi isə bərabərdir 2pi r-h. Yəni 2, 3, radius 5, hündürlük də 10. 100, bu da 300. Onda S tam bərabərdir 2 dənə oturacaq. Yəni 2 vurulsun 75, üzərinə gəl 300. 150, 300, bu da etdi 450. B bəndi. Yenə verilənləri təyin edək. Radiusu 2-dir. Hündürlüyü 8-dir. Oturacağı tapa bilək. Oturacaq pi r kvadratıdır. Yəni 3 vurulsun 2-nin kvadratı. Bu etdi 12. Yan səthi isə 2pi r-h. Yəni 2 vurulsun 3. Radius 2, hündürlük isə 8-dir. Yəni bu da olacaq 6 vurulsun 16, 96. Onda S tam bərabərdir 2 dənə oturacaq. Yəni 2 vur 12, üzərinə gəl 96. 24 üzərinə gəl 96, 120. Altıda yenə radiusumuz 1,5, hündürlük 6, tam səthini istəyir, pi-ni də 3 verib. Deməli, oturacağın sahəsini tapırıq. Pi r kvadratı, yəni 3 vurulsun 1,5-in kvadratı. 3 vurulsun 2 tam %25, 6 tam %75. S yan isə bərabərdir 2pi r-h. Yəni 2 vurulsun 1,5, 3 vurulsun hündürlüyümüz də 6-dır. O da bərabərdir 3 9 da 6, 54. Onda S tam bərabərdir 2 dənə oturacaq. Yəni 2 vurulsun 6 tam %75, üzərinə gəl 54. Bu da bərabər oldu 67,5. B bəndində burada görürsünüz diametrdir. Ona görə biz radiusu tapsaq, radius bərabərdir 8 böl 2, 4. Hündürlük isə 4-dür. Onda S oturacaq bərabərdir pi r kvadratı. Yəni 3 vurulsun 4-ün kvadratı. 3-ü də 16-ya 48. S yan bərabərdir 2pi r-h. Yəni 2 vurulsun 3, radius 4, hündürlük 4.
Yəni 6 vurulsun 16, bu da 96. Onda S tam bərabərdir 2 dənə oturacaq. Yəni 2 vurulsun 48, üzərinə gəl 96. 96 üzərinə gəl 96, 192. C bəndində yenə burada radiusdur. Radius bərabərdir 40. Silindrin hündürlüyü 52. S oturacaq bərabərdir pi r kvadrat. Pi 3, r kvadratı da 40-ın kvadratı. Yəni 3 vurulsun 1600, bu da 4800. S yan bərabərdir 2 pi 3 r 40 h 32. O da bərabərdir. Bu da edir 7680. Onda tam səth bərabərdir 2 dənə oturacaq. Yəni 2 vurulsun 4800, üzərinə gəl 7680. Bu da etdi 17820. Konserv qablarının yan səthini örtmək üçün yapışqan kağızlardan istifadə olunur. Eni konserv qabının hündürlüyünə bərabər olan 2 metr uzunluqda kağız. Deməli, bizim bir kağız parçamız var. Bu da düzbucaqlı formasındadır. Bunu konserv qabının üzərinə örtəcək. Bu da deyir ki, bu kağızın eni konserv qabının hündürlüyünə. Baxırıq, konserv qabının hündürlüyü də 18-dir. Yəni, bura 18 santimetr. Uzunluğu isə 2 metrdir. Bunun uzunluğu da 2 metr. Əvvəlcə bunları eyni vahidə çevirək. Onda bu olacaq 200 santimetr. Bu kağız parçasının sahəsini tapaq nə qədərdir? Yəni 200 vurulsun 18. Bu da oldu 3600 kvadrat santimetr. İndi biz silindrin yan səthini də tapaq görək. Bunun yan səthinə nə qədər gedəcək? Konserv qabı silindr formasındadır. 2 pi r h. Yəni 2 pi-ni 3,14 götürürük təqribi. Radiusu, diametri 12'dir görülür şəkildə. Ona görə radiusu olur 6. Hündürlüyü isə 18'dir. Bunu hesablayaq. Bu da təqribən 678 tam %24. Bizə də deyir ki, uzun kağız neçə belə konserv qabının yan üzünü örtməyə çatar. Yəni ümumi 3600'ü bölürük 678 tam %24'e. 3600 bölünsün 678 tam %24. Bu da təqribən 5 tam 307. Yəni neçə belə konserv qabını yan üzünü örtməyə çatar? 5 dənə. Çünki yerdə qalanı artıq kağız kimi qalacaq. Onu artıq konserv qabına bükmək olmayacaq. 8. Düz üçbucaqlı prizma formasında şokolad qutusunu bükmək üçün səthinin sahəsindən 10% əlavə kağız lazımdır. Demək, əvvəlcə bunun tam səthinin sahəsini tapırıq. Üçbucaq formasındadır oturacağı. 6 və 4'dür. Bu da səhv eləmirəmsə 4'dür. Onda biz bunu oturacağının sahəsini taparıq. S oturacaq bərabərdir. Tərəf 6, hündürlük 4. 6 vurulsun 4 bölünsün 2, 12. Yan səthi isə bərabərdir. Üçbucağın perimetri 6, 5, 5. Yəni üçbucağın tərəfləri 6 üzərinə gəl, 5 üzərinə gəl, 5. Bu 15 isə prizmanın hündürlüyüdür. Vurulsun 15. 16 vurulsun 15. Bu da elədi 240. Onda tam səthin sahəsi 2 dənə oturacaq. Yəni 2 vurulsun 12. Üzərinə gəl 240. 24 üzərinə gəl 240. Bu da 264. Bu da deyir ki, səthinin sahəsindən 10% əlavə kağız lazımdır. Yəni 264'ün 10% əlavə edirsə %110%'ni tapırıq. Bu da edir 290 tam onda 4.
25 belə şokolad bükmək üçün nə qədər? Bu bir dənəsi üçün idi. 290,4-ü də vururuq 25-ə. Bu da edir 7260.